Canım Arkadaşlar indim. Arkadaşlar geldi otağa. Bir tane ağlaşma oldu. Dəhşət yani. İndi əməliyyat xalatını geyindim. Hal-hazırda öz otağımdayım. Buranı turlayacağıq amma çıxandan sonra. Çünki əməliyyata gecikmişəm. Yəni bir dənə əməliyyata gecikməmişdim bugünə kimi. Onu da bacardım. Burada çox gözəl bir xanım mənim yanıma düşdü. Belə deyim, mənə baxmağa, kömək eləməyə. Həqiqətən çox mehribandır. Ürəyimi rahatlaşdırır. Bayaqdan ki ağlama, birazdan görəcəksən hamısını. Nəysə, gedirik, hazırsınız. Çıxırıq da, hə. Hələ yox, həm də oturum. Hələ yox, hə. Hələ yox, hə, onda oturum. Baxın ora, iyi, rahat olur. Ofelia, beben geldi. Oturuyorum. Yaptırıyor Ofelia. Ofelia'nın haberi yok. Hoş bulduk bebeşim. Ofelia, beben geldi. Oturuyorum. Yaptırıyor Ofelia. Ofelia'nın haberi yok. Hoş bulduk bebeşim. Başıma oyna. Uşaqlar, mən biraz da yatışdıraydınız, nə olardı ki, elə bil tez durğuzum sizi. Arkadaşlar, valla mənlik dönmüş, psixologiyam qaldırmadı oyaq qalmağı əməliyyatda. Özümü öldürdüm ki, məni yatışdırın, mən durmaq istəmirəm. O tarafa şap güzel yanında olacak. Bir saat. Çıxışını görə bilmədim. Amma ki, yəni inanın ki, o çıxışı Çek bir balamız var. 3 kilo 200, her şey güzel. 3 kilo 200. Tertemiz, gece başladı. O anı görmək üçün yəni bu qədər tartışdırılmağı gözə ala bilməyəcəkdim. Çünki hər şey fərqində olursan, valla oyaq qalanlara halal olsun. Mənlik dönmüş. Yok. Hiss eləmirəm. Özünü korkaklığındı. Prosta ağrı yox idi ya. Prosta hiss edirdim ki, məni kəsmişdilər. Hakikaten heyecandaydın. Kimsə dartırdı. Heyecanlandım ona göre. Ben başta bana kaptırmıştı. Dün akşamı o biri bana kaptırdı. Duvara kaptırdı. Bana vermeyeyim. Bende böyle bir şeyler olacak demişti. Onu ben biliyorum. Ona göre hazırlıydım. Yəni uşaqla çıxdım. Yatmışammış, kameraya danışmamışam. Danışmışam yoxsa o da yadımdan çıxdı. Məni keydən həkim var. Bir də mənim üzümü ömür billah görmək istəməz. Allah olsun. Çox yaxşı həkim idi. Amma onu mən dəli elədim də. Allah şeyler tamam. Xoş gəldin. İndi özüm durmalıyam yoxsa mən aparırlar otaqda görüşərik, gedirəm yemək. Acı. Növbəti gündən hər birinizi salamlayıram. Deməli qızlar, dünən əməliyyatdan çıxdım. İndi hələ heç bir kadra baxmamışam. Montajlayanda baxacağam. Əməliyyatda həkimlərin başına oynatmışam. Dünən çıxandan sonra tir-tir titrədiyim üçün və yəni bədənimin bütün gücünü itirmişdim deyə heç bir şey çəkə bilməmişəm sizin üçün. Ancaq dünən sırf sağalmağa vaxt ayırmışam. Necə keçdiyini də danışacağam. Səhər tezdən oyadıblar. Zavtırıq gəlib səhər yeməyini sizə göstərmək istədim. Onu bugün biraz daha toparlanma günü olacaq. Baxaq görək səhər yeməyində nələr gətiriblər. Xəstəxanada heç qalmamışam bugünə kimi. İlk xəstəxanada qalışımdı və ilk xəstəxanada səhər yeməyimdi. Bu arada Zeydi də görmüşəm. İbnəli eləyəcəm, sizə göstərməyəcəm, amma görmüşəm. Yəni hətta dünən o qədər medsestraları bezdirmişdim ki, gətir apar. Amma sağ olsunlar. Demək olar ki, hamısı ailəmizin bir üzvü kimi, kanalımızın bir izləyicisi kimi heç bir sözümü yerə salmadılar. Salam, necəsiz? Xoş gəlmisiniz. Deməli arkadaşlar, peynir var burada, sonra şokolad yağı ilə belə yağ var. O süddaşdır, hə? Süddaşdır, bir də çörəkdir arkadaşlar. Qəşəng kahvaltımı eləyim, enerjimi yığım. Dünəndən bu yana xəstəxana paltarındayıq. Bugün ola bilsin ki, cicili-bicili pijamaları keçdim. Biraz tipimi düzəltməm lazım. Çocuğum mən belə görəcək deyəcək, niyə mən belə tilki mama düşdü? Yemək yeyib geliyorum. Qızlar, getdim əynimi dəyişdim, xəstəxana xalatını çıxardıb qoymuşam ora. Deməli, videonu montajlayıram da, əməliyyat videosunu montajlayıram. Biabırçılıq arkadaşlar. Rezil olduq baba. O nədir, nə qatığlamışam. Deməli, uşaqlar məni yatışdırdılar əməliyyatın ortasında. Söhbət necə oldu? Bu arada Zeyd yanımdadır, baxın. Buradadır, amma tam göstərməyəcəm bir müddət. Elə izləyicilərimin özü tapşırdı ki, ən azından heç olmasa 40 çıxana qədər dedilər göstərmə. O da bir müddət belə qıraqdan. Deməli arkadaşlar, bilirsiniz də normalda beldən keydirlər, o şəkildə əməliyyat edirlər. İstəsən də narkoz verirlər. Mən dirəşdim ki, mən beldən oyaq olacağam, uşağımın çıxışını görəcəm, ondan ilk buluşma anımı görəcəm falan fistan. Tökülmüşdü elə. Göyə baxdım, yansımadan qarnımı gördüm arkadaşlar. Məni bir dənə panik atak tutdu.
Dedim, məni təcili şəkildə dedim yatızdırın. Orada başlamışam panik atak keçirtməyə. Anestezioloqa, yəni o iynəni vuranı şeydən dəli eləmişəm, həkimi dəli eləmişəm. Bilmədən bu damar yol açmışlar bu hissədə, onu çıxartmışam. Konsert vermişəm də, vəbşim uzun sözün qısası. Oyanandan sonraki videolarıma baxıram. Məni qıraqdan çəkiblər, danışmışam, məni biraz da yatızdıraydınız da. O danışdığımı unutmuşam. Bir də özüm kameranı açıb, əməliyyat stolundaca bloger olub, bir də sizə mənirdi heç qətiyyən heç uşaqda diqqət. Nəysə, şimdi otağı turlamağa hazırsınız.